Salam əziz izləyicilər, əziz riyaziyyat sevərlər, hər vaxtınız xeyir olsun. Bu günlər sizə riyaziyyatdan natural ədədlər bölməsindən tək və cüt ədədlər üzərində əməllərdən bir test nümunəsini izah edəcəyəm və gördüyünüz kimi misalda da, testdə də bizdən hansı ədədin tək ədəd olmasını soruşur. Əziz izləyicilər, bu tipli testləri həll etmək üçün sadəcə bilmək lazımdır ki, cüt ədədin qüvvəti hər zaman cüt ədədə bərabərdir. Tək ədədin qüvvəti isə hər zaman tək ədəd olacaqdır. Bu verilənlərlə biz misalımıza yanaşarıqsa əgər variantları yoxlayaraq cavabımızı asanlıqla tapa bilərik. Dediyimiz kimi tək ədədin qüvvəti 3 təkdir. Qüvvəti nə olur olsun. Təbii ki, burada nəzərdən qaçırmaq lazım deyil ki, n natural ədədlərə daxil olmalıdır. Qüvvəti hansı ədəd olur olsun, yəni tək olsun, cüt olsun, hər zaman tək ədəddir. 2 üstü 13. 2 cüt olduğu üçün qüvvəti cüt ədəddir. Tək ədədi cüt ədədə vuranda yerinə nümunə də qoyub yoxlaya bilərsiniz. Məsəl üçün 3-ü vurulsun 2-yə 6 eləyəcək. Deməli, bizdən tək ədədi soruşduğu üçün A variantı düzgün cavab olmayacaq. 3 üstü 10 tək ədəddir. Tək ədədin üstünə 1 gələndə 3-ün üstünə tutalım ki, 1 gəlin, eləyəcək 4. Tutalım ki, 5-in üstünə 1 gəldik, eləyir 6. O da cüt elədi, ona görə düzgün variant deyil. C variantında tək ədədin qüvvəti tək ədədin qüvvəti yenə tək. Deməli, təki təkə vurub biz cavabı yoxlaya bilərik. Tutalım ki, 3-ü vururam 5-ə, eləyir 15. Bizdən tək ədədi soruşduğu üçün düzgün cavabımız C variantı olmuş olacaqdır. Digər variantlara da baxmış olaraqsa əgər, tək ədədin qüvvəti tək ədədin qüvvəti yenə tək. Təkləri toplayan zaman 3-ün üstünə 5 gələn zaman 8 eləyir, düzgün variant deyil. Y variantında isə təkin qüvvəti tək, təkin qüvvəti yenə tək. Təkdən təki çıxdıqda isə 7-dən 3 çıxanda 4 qalmış olur. Gördüyümüz kimi yenə də düzgün variantımız C variantında qaldı. Ümid edirəm ki, misalın izahını bəyəndiniz və sizə qarşıdakı imtahanlarda çox gərəyinizə yarayacaqdır. Bu tipli misalların izahının gəlməsini istəyirsinizsə, zəhmət olmasa videoya rəy yazmağı, bəyənməyi və qayd etməyi unutmayın. İnşallah növbəti videolarda görüşənə qədər hələlik.